videoma hoş geldiniz. Yeni bir video ile sizlerle birlikteyim. Yəqin ki bu video fikrini ABB American Express kartımın sonuna kadar izleyenler bilir. Demiştim ki kart kolleksiyonu çəkəcəm və bugün həmin gündür. Kart kolleksiyam sizlərlədir. Belə anormal göründüyünə baxmayın görüntünün, çünki güzgüdən özümü çəkirəm bu dəqiqə. Birazdan kameranı kartlara doğru yönəldəcəm. Məni yox, sadəcə əlimi və kartları görəsiniz. Keçək kartlara. Aha, kartlar qabağımızdadır. Bunları nəyə görə ayırmışam deyə soruşsaz, bir-bir açıqlayım. Deməli, bu ümumi indiyə kimi istifadə etdiyim toplu daşıma kartlarıdır. Bu ümumi istifadə olunan endirim və yaxud da digər plastik kartlardır. Bu gold kartlardır. Bu Azərbaycanda istifadə etdiyim ya da indiyə kimi topladığım kolleksiya kartlarıdır. Bu Türkiyədə bank olmayan bu ödəniş sistemlərinin kartlarıdır. Bu Türkiyədəki bankların kartlarıdır. Bu isə hər iki ölkədə, yəni Türkiyə və Azərbaycanda topladığım premium kartlardır. Gəlin bir-bir başlayaq. Deməli, bu arada bunu da qeyd edeyim ki, maaş kartlarıdır, əlavə eləməmişəm. Amma qalan bütün istifadə elədiyim kartların hamısı buradadır. Təbii ki, birinci üst səhifədə Bakı kart mövcuddur. İkincisi isə vazgeçilməzimiz İstanbul kartdır. Şəxsi məlumatları gizlətməyə çalışdım. Baxın, öğrenci kartı bu şəkildədir, arxa tərəfi. Ön tərəfi də bu şəkildə. Bu isə normal İstanbul kartı. Bunu Bahar arkadaşımızdan fırlatmışam. Mənə verdi, qaldı məndə. Bu arxa tərəfdə bu şəkildədir. Bu Dubaya məxsusdur. Dubay şəhərində metroya minmək üçün bu kart əldə eləmişdim mən zamanında. Bu Cənubi Koreyaya məxsusdur. Demək olar bütün marketlərdə kartların balansını doldurmaq mümkündür. Həmçinin bütün marketlərdə də bu kart vasitəsilə xərcləmə də eləmək mümkündür. Yəni təkcə toplu daşıma kartı deyildi bu kart. Dizaynına görə çox bəyənirdim bu kartı. Baxın, bu şəkildədir. Məlumatları gizlədə bildimmi bilmirəm. Bu şəkildədir. Bu kartın dizaynını bəyənmişdim olanda. Daha fərqli, daha gözəl dizaynda olanlar vardı, amma onların qiyməti də baha idi. Bu mənim Antalya kartımdır. Normal amma endirimsiz kartdır. Bu mənim İzmir kartımdır, amma endirimsiz olan adi kartdır. Aha, bu isə mənim Antalya kartımda, amma öğrenci olan versiyası. Yəni şəxsi məlumatları gizlədərək göstərim bu şəkildə. Öğrenci kartım. Bu mənim Karabük şəhərindəki adi kartımdır. Bu da toplu daşıma kartıdır. Sonra nə var? Burada Kayseri şəhərinin toplu daşıma kartı var. Adi bir kartdır. Tələbə kartı deyil yenə. Bu da İzmir şəhərinə məxsus öğrenci kartıdır. Ön tərəfi bu şəkildədir. Arxası isə digərinə bənzəyir. Toplu daşıma kartları bitdiyinə görə keçək bu endirim və yaxud da abunəlik kartlar, hər nə deyirlərsə işte buna. Bu kartlara. Bu Money kartdır, Migros'a məxsusdur. Migros mağazalar şəbəkəsində bəzi endirimlərdən faydalanmaq və yaxud da geri qaytarmalı olaraq cashbacklər onun üçün istifadə olunur. Bu Azərbaycanlıların hər birinin bildiyimiz Yumiko kartdır. Bu İstanbulda Qız Kulesinə gedərkən də istifadə etdiyim məşhur o müze kartdır. Bir çox muzeylərə ödənişsiz giriş icazəsi verir mənə. Bu Cənubi Koreyada qalarkən yurdumuzun bizə satdığı kartdır. Bu kart sayəsində biz aşağıda paltarlarımızı yuyurduq. Dostlar, 2 dənə toplu daşıma kartı buradan çıxdı. Bu Samsun şəhərinə məxsus kartdır. Bu isə Konya şəhərinə məxsus kartdır bu şəkildə. 2 şəhərin kartı buradan çıxdı. Deyirəm, axı nəsə elə bir əksiklik var. Neyse, keçək davamına. Bu Cənubi Koreyada satılan kartdır. Nə üçündür deyə soruşsaz, həm içərisinə dollar yükləyib Koreya vonuna çevirib xərcləyə bilirdik. Həmçinin içərisinə pul yükləyib, buradan T-Money-yi görmək olur. Həmçinin toplu daşıma kartı olaraq istifadə eləmək olurdu. Arxasında şəxsi məlumatlar yenə var. Bunun hər yerini bağlamaq mümkün deyil. Hər nəysə, yəni bu şəkildə bir kartdır. Bu Acıbadəmə məxsus bir kartdır. 2028-ə qədər keçərliyi mövcuddur. Bu kart sayəsində təbii ki, özəl endirimlər məndə mövcuddur. Burada advantage'lar yazılıbdır, nələrdir. Keçək digər karta. Bu
Camaat deyəcəksən niyə bu kartı otağa giriş kartını oğurlamısan? Dostlar mən oğurlamamışam bu kartı. Bu kart səhvən məndə qalıbdı. Yəni bilmirəm necə olub, nə olmayıb. Sadəcə yəni gəlib oradan keçmirəm ki, qaytarım ki, alın. Mənə lazım deyil deyə bilmirəm. Bu isə sağlam ailəyə ilk müştəri olanda müştərilərə təqdim olunan müştəri tip kartıdır. Hər kəsə ildə bir dəfə hansısa bir analizdən keçmək ödənişsiz idi bu kartdan, amma yadımda deyil nə. Ödəniş kartlarından burada ilk olaraq gold kartlarım mövcuddur, gördüyünüz kimi. Təbii ki, bu tam gold statusunda deyil, amma Unibank'ın gold kartıdır məşhur. Bu zaten bunun müddəti bitdiyi üçün bu şəkildə açıq qoymuşam. Yanvar ayında bitir artıq. Bu da çox gözəl, dizaynını bəyəndiyim həqiqətən kartlardan biri idi. Kolleksiyamın nadide parçalarından biri idi. Bu bildiyimiz videosunda çəkdiyim, həmin video ilə məşhur olduğum American Express kartıdır, ABB-yə məxsus. Bu da artıq bitməyə çox yaxındır. Bilmirəm, yəqin ki yeniləmərəm, çünki ona pulum yoxdur. Bu isə artıq satışdan çıxarılmış, amma mənim hər zaman favorim olan, dizaynını çox bəyəndiyim ABB-nin gold kartıdır. İndi keçək Azərbaycanda olan adi bank kartlarına. Üstdə demək olar bütün respublikada olan məşhur Leobank kartı var. Bu köhnə bir kartdır. Normalda filiallarda tez bazar istənəndə birbaşa nömrəli şəkildə verilən bir kartdır. Bu sonradan yenidən dizayn olunmuş bir kartdır. Bu Yumiko ilə əməkdaşlığı olunan bir kartdır. Orada daha çox cashback falan verilirdi. Bu Rabitə Bankın kartıdır, Kartmanedir. Heç bir işə yaradığını görməmişəm. Bu Volt kartdır. Bu çox maraqlı kart idi dönəmində. Mən bunu əldə elədiyim zaman Bank Respublikanın kartıdır, səhv eləmirəmsə. Baxın, Bank Respublikanın kartıdır. Bu Bank Respublikanın kartı sayəsində artıq bunu da müddəti bitirəsinə gizlətməyə ehtiyac yoxdur. Bu kart 20% voltda cashback verirdi. Siz alış-veriş elədiyiniz zaman bu kartla volt balansınıza 20% geri qayıdırdı alış-verişinizin və onu sonra istifadə eləmək olurdu, heç bir məhdudiyyət olmaksızın. Ona görə məncə həm dizayn olaraq qəşəngdir, həm də dönəmin işə yararlı kartlarından biri idi. Bu Azərbaycanda inanmıram ki, hər kəsin hesab açdığı kart və yaxud da hesab bank olsun. Yapı Kredinin pul kartıdır. Bu mən Türkiyəyə ilk gələndə aldığım kartda, hətta üzərindən 1 il keçibdir bitişinin. Bu Ziraat Bank Azərbaycanın təqdim elədiyi Türk lirəsi kartıdır. Günümüzdə qiyməti dəhşət qalxıbdı. Mən bunu o zamanlar çox münasib qiymətə əldə eləmişdim ki, bunun qiymətini qaldırmaqda məqsəd nə idi bilmirəm. Yəni imkan verin cəmaət Türk lirəsində kart istifadə eləsin də Türkiyədə nə olacaq ki, yəni. Bunun sizə nə kimi bir məhdudiyyəti ola bilər. Nəysə. Amma bəzi məsələlərdə çox bərbad idilər. Ona görə heç bu kartı yeniləməyi ağlımdan belə keçirmədim. Burada qıraqda qeyd eləyərəm nələr idi onlar. Bu Bank of Baku'nun gənc kartıdır. Dizaynı belə də pis deyil, 50-50 deyə bilərəm. Bunun da müddətin bitməyinə az qalıb, ona görə bu şəkildə açıq qoymuşam. Bu da Bank of Baku'nun kartıdır. Bu niyə belə sadə adi kart deyə soruşsaz, bu kart depozit qoyulanlara verilən kredit kartı idi. Əslində bu kartda almağın məqsədim nə idi? Kredit keçmişi yaratmaq idi özümə, kredit scoringini artırmaq idi. Bunun həqiqətən də artdı. Əməkdaşlar deyir ki, yox artmayacaq. Yəni belə pis çıxmasın, əməkdaşların da biraz məlumatsızlığı var idi. Dedim ki, bəs artacaq. Mən dedim artacaq, onlar dedi artmayacaq. Nəysə dedim siz verin, sizə nə də yəni. Axırda onlar verdilər və mənim kredit skorum qalxdı. Mən də depozitimi bağladım orada. Bu dizaynını ən çox bəyəndiyim kartlardan biridir. Bilmirəm satışı davam edir ya yox. Çox gözəl kartdır, amma məndə artıq müddəti bitir. Bir dizaynını daha bəyəndiyim bir kart. Amma təəssüf ki, artıq Muğam Bank yoxdur və bu kartı əldə eləməyə bir daha mümkün olmayacaq. Bu çox üzücü bir şeydir, çünki həqiqətən dizaynını, Azərbaycanı, Bakını, Abşeronu təmsil eləyən bir görüntüsü olan kartdır. Sonra gəlir ABB-nin kartları. ABB-nin gənc kartı var təbii ki məndə. ABB-nin tam eko kartı var məndə və ABB-nin normal tam kartı var məndə.
Digikart fiziki olaraq sifariş verməmişəm. Hələ ki vermək fikrimdə yoxdur açıqcası. Gəlin keçək artıq Türkiyənin bank olmayan ödəniş təşkilatlarının kartlarına. Ən üstdən başlayıram. Ən üstdə Paysel'in sadə bir kartı mövcuddur qara rəngdə. Bu isə Paysel'in game kartıdır. Game kartda maraqlı görünüşü var, amma yəni belə də, yəni çox da gərəklidirmi? Yox yəni. Bu Türkiyədə Poka kartdır. Sonra bu Param kartdır. Bu isə Fups kartdır. Bunlar çox önəmli kartlar deyil. Çox özəllikləri yoxdur. Bəzən hansısa bir alış-verişlərdə yüksək keşbeklər veribdi deyə mən alıb istifadə eləmişəm. Günümüzdə mənim üçün işə yarar olmayan kartlardır. Bu ininal kartdır. Bu A101-də də alış-verişlərdə keşbek verən həmin o Hadi kartdır. Bu ölkə xaricinə pul köçürmələrində və yaxud da Türkiyədə bəzi onlayn içerik platformları, yəni Netflix və yaxud da başqa platformlarda endirim verən həmin o option kartı çox gözəl kartdır. Bu kartı yəni bir daha alacağımı yəni deyə bilərəm. Bu keçmişdə məşhur olan, günümüzdə heç bir işə yaramayan o Tosla kart. Bu Papara'nın adi light kartıdır. Bu rəngdə idi. İndi bilmirəm bu kartdan qalıb ya yox, amma qəşəng kartdır. Bu Papara'nın black kartıdır. Yüksəldilmiş kart olur. Bu kartı mağazadan hər yerdən almaq olurdu. Bu kartı isə almaq üçün mütləq şəkildə müqavilə imzalanmalı idi əvvəllər. İndi bilmirəm təbii ki şərtlər hansı şəkildədir. Bu isə məşhur EasyCo kart. EasyCo həqiqətən bu kartda çox qəşəng kartdır. Endirimləri olsun, təklifləri olsun, çox qəşəngdir. Bu kartda istifadə etmək olar. Gələcəkdə Türkiyədə hansı kartları əldə eləmək olar, hansı bankda hesab açmaq daha rahatdır haqqında da bir video mütləq şəkildə çəkəcəm və çalışacağam ki, Türkiyəyə təhsil almağa gələn tələbələri bu barədə məlumatlandırım. İndi keçdik nəyə? Türkiyənin bank kartlarına. Türkiyə Finans çoxlarının bilmədiyi, məşhur olmayan o bankın kartıdır. Dönəmində onlar mənə kredi kartı da vermişdi. Baxın, bu bildiyimiz Maestro kartdır. Bu mənim həyatımda ilk aldığım Maestro kartdır və sadəcə bank kartı kimi nağdlaşdırma işinə yarayırdı. Heç xərcləməyə də yaramırdı, sizə belə deyim. Bu onun ikinci Maestro kartı. Nəyə görə 2 dənədir? Çünki mənə ilk veriləndə bu kart gördüyünüz kimi 29-a qədərdir hətta bu. Bunun heç bir təmassız özəlliyi yoxdur. Ona görə təkrardan sifariş verdim. Mənə 27-yə qədər olan təmaslı olan bir kart göndərdilər. Yəni təmassız ödənişlərdə işə yarayacaq deyə düşünürəm. Bu isə həmin Türkiyə Finansın mənə təqdim olunan Gold kredi kartı. Çox gözəl dizaynı var. Çox qəşəng kart idi dönəmində. Doyunca istifadə elədim. Kredit skorumu da 0-dan 1500 səviyyələrinə gətirdim. Bu kartdan çox gözəl anılarım var idi o dönəmlərdə. Həmin dönəm mənim tamı-tamına 18 yaşım olmuşdu və 18 yaşımın olduğu gün mənə bu kartı Türkiyə Finansdan təqdim eləmişdilər. Çox gözəl anılarımın olduğu günlər idi. Keçək Garanti BBVA-ya. Çox qəribə adı var. Bəlkə çoxunuz eşitməmisiniz. Məşhur kartlardan biridir, banklardan biridir. Bu Garanti BBVA-nın para kartı, bonus kartının Troy olan versiyasıdır. Bu isə eyni kartın Mastercard olan versiyasıdır. Yəni kart eynidir. Sadəcə fərqi biri Troy altyapısındadır, biri Mastercard. Mən də dönəmində Troya dəstək olanlardan biri olduğum üçün Mastercard'ım olsa da Troy kartına sifariş vermişdim. Sonra gəlir N-kart. Bu yabancı uyruqların Türkiyədə ən rahat şəkildə aldığı bank kartıdır. Sərfəli, gözəl kartdır. Bu KNB Finansbank kartı həmin N-kartın elə bil ki üst şirkətidir Finansbank. Elə bir o N-kartın da qurucusudur əslində. Bu kart da pis deyil, maraqlı kampaniyalar olur bəzən. Keçsək Ziraat Bank kartına. Bu isə Türkiyənin Ziraat kartıdır. Bu kart gözəl kartdır. Sizi həmişə çətinlikdən qurtara biləcək kartdır. Bunu məncə Türkiyədə yaşayan və ziraat kartını, yəni ilk ziraat kartı alan adamlar bilir ki, mənim ilk ziraat kartım əslində Karabük Üniversitesində üniversitenin açdığı kart idi. Təəssüf ki, ATM o kartı yutdu bir dostumun üzündən. Nəysə, keçək o mövzunu.
Bu Vakıfbankın kartıdır. Bu şəkildə dikey bir kartdır. Məncə qəşəng, maraqlı, gözəl görünür. Bu İş Bankasının köhnə bir kartıdır. Bu mənim dostuma məxsus idi. Vaxtı bitməsə də iptal olunduğu üçün bu şəkildə rahat şəkildə göstərə bilirəm. Bu mənim şəxsi maksimum kartımdır. Yenə İş Bankasındandır, amma mənə məxsusdur. Maraqlı bir kartdır görünüş olaraq, amma çox bir özəlliyi, ümumiyyətlə heç bir özəlliyi yoxdur deyə bilərəm yəni. Gəldik Türkiyənin bank kartlarının son kartlarına. Bu mənim Kuveyt Türkdə Troy altyapılı kredi kartımdır. Bu isə Mastercard altyapılıdır. Niyə belə fərqlidir deyə soruşsaz, ilk olaraq mənə kampüs öğrenci kartı verilmişdi, kredi kartı. Mən isə yenə Troy dövründə Troy dəstəkləmək üçün bu kartı sifariş vermişdim. Bu kartda, bu hesablarda köçürmələr ödənişsizdir. Tövsiyə edirəm istifadə eləməyinizi. Bu da həmin bankın normal bank kartıdır, yəni kredit kartı deyil. Yenə çox gözəl kartdır, xərcləmələrdə qızıl puanlar qazandırır. Yəni sərfəli banklardan və kartlardan biridir bunlar. Əldə eləməyinizi tövsiyə edirəm. Deməli, kolleksiyamın ən önəmli, ən gözəl kartlarına keçdik artıq. Düşünürəm ki, ən çox bəyənilən kartlar bu kartlar olacaq. Ki, yəni mənim bəyəndiyim bunlar. Təbii ki, bayaq göstərdiyim bu Xarı Bülbül olan və Neft Daşları kartlarından sonra bunlar mənim üçün özəldir. Gəlin başlayaq kartlara bir-bir baxmağa. Bu Access Bankın My Card Luxe-udur. Çox gözəl, sadə dizaynı olan Visa Infinite kartıdır. Bəyənirdim bu kartı, gözəl kartıydı. Bu Express Bankın həqiqətən ən çox sevdiyim, dizaynını ən çox bəyəndiyim həmin o Black Edition kartıdır. Bu kartı bir daha almaq istəyərəm. İnşallah mədaxil eləməyə pulum olar, alaram. Bu isə Express Bankın Visa Platinum Expresso Platinum kartıdır. Belə sadəcə Visa'nın özəlliklərini daşıyır, başqa bir özəlliyi yoxdur. Ona görə bir daha alacağımı düşünmürəm. Bu ABB Mayasının məndə köhnə, təmassızı işləməyən, çipi işləməyən kartıdır. Ona görə yeniləmişdim bu kartı. Bu Paşa Bankın bir daha yeniləməyi düşünmədiyim həmin o məşhur kartıdır. Bir ay sonra kartımın müddəti bitir və əlvida Paşa Bank, Mayas deyirik. Bu Turan Banka məxsus Platinum kartdır. Dizaynını heç bəyənmirəm. Bu şəkildə gələcəyini də düşünməmişdim. Çox bərbad idi yəni. Bu isə dizaynını bəyəndiyim bir başqa Platinum kartdır. Gördüyünüz kimi üzərində fərqli bir parıltı var. Gözəl dizayn olunub. Xalq Banka məxsus Visa Platinum kartdır. Bu da Bank Respublikanın Platinum kartıdır. Heç bir belə yanar dönərliyi yoxdur. Belə maraqlı görünüşü yoxdur. Yəni bir daha alacağımı düşünmürəm. Hələ 2028-ə qədər düzü vaxtı var, amma nəysə. Gəldik son mənim favori, aktiv olaraq istifadə elədiyim kartlarıma. Mayas Kuveyt Türk. Siz bayaq Kuveyt Türk'ün adi kredi kartını görmüşdünüz. Bu isə Mayas Platinum Kuveyt Türk kredi kartıdır. Dizaynını bəyəndiyim, keçmişdə Azərbaycanın kartlarında launch girişim olmadığı zamanlarda bu kartla 50% indirimli Türkiyədə launchlardan istifadə edirdim. Yenə mil qazanırdım. Çox gözəl, dizaynını bəyəndiyim, həyatımı dəyişən kartlardan biri olubdu. Bu isə həmin kartın debit versiyasıdır, bank kartı versiyasıdır, belə deyək. Çox gözəl yenə kartlardan biridir. Dizaynını da bəyənirəm, həyatımda da aktiv olaraq istifadə edirəm. Hər kəsə də tövsiyə edirəm. Təbii ki, hər kəsin istifadə eləyəcəyi bir kart deyil bu. Hər kəsin istifadə məqsədinə uyğun deyil. Amma yenə də istifadə məqsədinə uyğun olan adamlar məncə bu kartı ala bilər. Gəldik Azərbaycanın məşhur iki kartına. Bu bayaq sizə dediyim ABB Mayasın itirdiyim, daha doğrusu çipi işləməyən kartın yenisidir. Mənə yenisini verdilər çipi işləsin deyə. Gördüyünüz kimi dizaynı çox gözəldir, çox bəyənirəm. 2026-nın 2-ci ayında müddəti bitir, o vaxta qədər içindəki millərimi gərək xərcləyim. Bir daha bu kartı ala bilməmək həqiqətən mənim üçün çox üzücüdür. Və bölüm sonu canavarı və yəni Azərbaycanda ən bahalı kartlarda ilk 10-da olan
və bəlkə də ilk 5-dədir, bilmirəm. Ən gözəl, ən sərfəli kartlardan biridir. Bu kartı həyatımda tam aktiv olaraq istifadə edirəm. Günümüzdə aktiv olaraq istifadə etdiyim 2 kart varsa, onlardan biri Kuveyt Türk'ün kampüs, yəni öğrencilərə məxsus kartıdır. Bir də ABB-nin Azal Miles kartıdır. Bu 2 kartı hər kəsə tövsiyə edirəm. Yenə də hər kəsin istifadə məqsədinə uyğun olmaya bilər. Təbii ki, araşdırmanızı tövsiyə edirəm. Video bu qədər idi. Gördüyünüz kimi sizinlə birlikdə bu qədər kartlara birlikdə baxmış olduq, incələmiş olduq. Sizlərlə kartlarımı bölüşmüş oldum. Videonu bəyəndisə bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Sonraki videolarda görüşənədək.